Şahın gəlməyi oradakı türklər üçün təhqir olar. Çünki bilirsiniz, şahın babası, şah deməyək, kimdir buna şah deyirik? Rıza Pəhləvi deyirik biz, bəli. Pəhləvi. Pəhləvin babası Qacar xanədanına darbə yapıb, çevriliş edib 24-cü ildə səhv eləmirəmsə, legitim şahı 100 illərdir orada şahlıq eləmiş Qacarlar sülaləsi, Əfşarlar, Səfəvilər, bax o sonuncu Qacarlar Türk sülaləsinə devrim yapıb Avropanın, Amerikanın dəstəyi ilə və zorla hakimiyyətə ələ alıb. Bu quldur, bu xəyanətkar, satqın, andına əməl eləməyən hərbiçinin nəvəsidir. Xainin nəvəsidir. Vəssalam, bunun Sasanilərlə filanla heç bir əlaqə. Bu adam öz şahına, öz xanına xəyanət eləmiş bir satqının nəvəsidir və atası da babasını yıxıb. Yəni dolayısıyla bu ailə çürük ailədir. Bəziləri deyir ki, bunun xanımı türkdür filan, nə idi adı bu şeyin? Fərəh Pəhləvi. Onun bir yazdığı kitab var. Orada deyir, mən Sovet dövründə Azərbaycana getmişdim. Orada da məni elə bir şayə var ki, güya mən türkəm, amma mən özüm farsız elə, mən farsam filan. Yəni onun türkçülüyə heç bir adiyyatı yoxdur. Adam farslığınla fəxr eləyir və Persepolis adında o böyük bir tədbirin də təşkil. Yəni şahın ora gəlməyindənsə mənə görə rejim qalsın. Tam səmimi deyirəm. İkisinin arasında nisbətən rejim qalsa, ən azından bunu bilir, bir dini dəyərləri var, ideoloji əsasları var, ədalətli özlərinə görə məhkəmələri var.